Salam uşaqlar. Deməli, hədəf kursları 9-cu sinif 21 dekabr buraxılış sınavının izahına baxırıq. Deməli, birinci sualda nə deyir? A və B ədədlərinin ortaq olmayan sadə olan hasili S olarsa, ifadəni sadələşdirək. Deməli, bilirik ki, əkop AB-ni əvəb AB-yə böləndə S alınır. Düstura əsasən ortaq olmayan sadə olan hasili. S vurulsun, 1 üstə gəlsin, 1 böl S ifadəsini hesablayacaq. S-ni 1-ə vuranda S, S-ni 1 böl S-yə vuranda topla 1 olacaq. Cavab Y variantı, S topla 1. Neçə sadə vuruq var? A ədədi neçə sadə vuruğu var? Sadə vuruqların sayını tapmaq üçün qüvvətləri toplamaq lazımdır. Cavab 12, 3, 15 dənə sadə vuruq vardır. M ədədinin M faizi ilə N ədədinin M faizinin cəminin M və M parametrləri ifadə edin. M ədədinin M faizi, yəni M vurulsun yüzdə N. Topla N ədədinin M faizi, M vurulsun yüzdə M. Bu da bərabərdir yüzdə, yüzlər ortaq məxrəc olsa, surətlər də MN topla MN, 2MN. İxtisar getsə, məxrəc 50 qalacaq. Cavab MN bölünsün 50, A variantı. 60-cı şəkildə A ilə B paralel olarsa, 48 dərəcəni uyğun bucaq olaraq bura köçürsək, ya da 48 dərəcəni çarpaz bucaq olaraq burada köçürdə bilərik. Hər hansı iki yerdən birinə keçirsək, bir dənə 180 dərəcəli açıq bucaq almış oluruq. Yəni ki, beta ilə 48 dərəcənin cəmi bərabər 180 dərəcə olmalıdır. 132 dərəcə. Yəni C variantı. Beta bərabər 132 dərəcə. 50-yə bölünən neçə 3 rəqəmli ədəd var? 50-yə bölünən 3 rəqəmli ədədlər ilk olaraq 100-dən başlayır. 100, 150, 200, belə ta ki 950-yə qədər gedir. Sayma düsturuna əsasən axırıncı 950 dənə-dənə sayda bilərsiniz. Çıx əvvəlinci 100, bölünsün 50-yə bölmədən söhbət gedir 50, topla 1. Biz bilirik ki, sayma düsturunu, natural ədədləri keçdiyimiz sayma düsturu nə idi? Axırıncıdan əvvəlincini çıx, söhbət nədən gedirsə həmin şeyə böl, üstünə də 1 gəl. 850 bölünsün 50 toplansın 1. 85-i 5-ə böləndə 17 edir, üstünə də 1 gəlsək 18. Cavab 18. A və B natural ədədlərinin hasili 48-dirsə, A plus B cəmi ən çox neçə ola bilər? Bunu sayma ilə də tapa bilərik, yəni yerinə qiymət qoymaqla da tapa bilərik. Amma belədir ki, bir qayda bilməliyik ki, əgər iki ədədin hasili verilibsə, cəmin mümkün qədər böyük olmağını istəyiriksə, gərək vuruqlar bir-birindən çox uzaq olsun sayca. Yəni ki, A və B vuruğu bir-birindən ən uzaq nə ola bilər? 1 ilə 48 ola bilər. Yəni 1 ilə 48, 2 ilə 24, 3 ilə 16, 4 ilə 12, 5 olmur, 6 ilə 8 ola bilər, bir-birinə vurula bilən. Cəm ən çox, ən uzaq olan vuruqlarda olur. Bunu qayda olaraq yadda saxlayaq. Cəm ən çox, ən uzaq olan vuruqlarda olur və ən çox da 49 ola bilər. Cavab B variantı. 50% 80 qram duz məhluluna 120 qram su əlavə etdilər. Bunu kimya üsulu ilə yazsaq, yəni 80 qram 50%-li topla 120 qram su, 120 qram su 0% məhluldur. Bərabərində 200 qram məhlul alınacaq, 200 qram X%-li. Kimya üsuluna eləsək bunu, 80-i 50-yə vururuq, edir 400, üstə gəl 0, yəni 4000 daha doğrusu. Üstə gəl 0 bərabərdir 200x. Buradan da x bərabər 20 olacaq. X bərabər 20 C variantı. Riyazi üsuluna eləsək isə 80 qramın içindəki duz tapmaq lazımdır. 80 qramın 50%-ni tez tapırıq, elə şifahi tapaq, 80-50%-i 40 edir. Demək, bunun içərisində 40 duzdur, 40 da sudur. Sən bura 120 qram əlavə eləyəndə, 120 qram su əlavə eləyəndə, duzun miqdarı dəyişmir. 40 bölünsün ümumi miqdar olur 200, vurursan bunu 100%-ə. Bunu 100% vuranda da cavab yenə də 20%-dir. Məhlulda duzluğun tapma düsturu nə idi? Duz bölünsün ümumi vurulsun 100%. Bunu da qayda olaraq yaddan çıxartmırıq. Orta xəttin uzunluğu 6 olan trapesiyanın, demək, orta xəttin uzunluğu 6 olan trapesiyanın orta xətti 6-dır. Orta xətti 6-dırsa heç şərtin gerisini oxumadan tez. A üstə gəl B böl 2-nin 6 olduğunu bildimsə, A üstə gəl B nə qədərdir? 12.
Oturacaqlar cəmi 12-dir. Yan tərəflərin uzunluqları cəmi də 14-dür. Yan tərəflər C ilə D olsun. C plus D də bərabər 14-dür. Və bizdən perimetri soruşur. Perimetr təbii ki 26 dərəcə olacaq. D variantı. B bir üçbucaq verib. AMB, yəni bu bucaq, bərabər BNC, yəni bu bucaq, bərabər CND. CND. Bu bucaq. Deməli, bunların bərabər olduğunu deyir bizə. 3 dənə bərabər bucaq. A ilə D-ni toplayanda 30 dərəcə alınırmış. NBC ilə NCB-ni toplayanda. Yəni, bura alfa olsun, bura beta olsun. Alfa topla beta nəyə bərabərmiş? Onu tapacaq. Bura X, burada Y deyək. Bu bucaqlara da hərf qalmadı deməyə. Qamma, qamma, qamma deyək. Aha. X üstə gəlinsin. 3 dənə qamma. Daha doğrusu X üstə gəlsin, Y üstə gəlsin, 3 dənə qamma. Bərabər 180 dərəcə edir. Ki, X-ən Y-in cəmi 30 dərəcə olduğunu bilirik. Şərtdə verib, diqqətlə baxaq. Deməli, 3 dənə qamma bərabər 150 dərəcə. Qamma da bərabər 50 dərəcə oldu. Əla, yazdıq qırağa. Qamma bərabər 50 dərəcə. Bu, rənglədiyim üçbucağa da baxsaq, alfa topla beta bərabər olmalı 180-dən 50-ni çıxırıq. 130 dərəcə cavab A variantı. Növbəti suala baxırıq. 66-cı sual. Bu şərt daxilində AB ədədin neçə sadə böləni var? AB-ni açıram, 10A toplansın B. Topla B A-nı açıram, 10B toplansın A. Bərabərdir 2-ni 99-a vururam. Elə 2 vurulsun 99 şəklində yazacağam. 11A topla 11B, yəni 11-i ortaq vuruq çıxarsam, mötərizədə A topla B bərabərdir 2 vur 99 olacaq. 11 ilə 99 ixtisar getsə, sağda 9 qalar. A üstə gəl B bərabər olar 18. A üstə gəl B 18 olduğunu bilərək və A və B-nin rəqəm olduğunu da bilərək, ancaq A və B bərabər 9 ola bilər deyirik, başqa variant yoxdur. O zaman belə çıxır ki, AB ədədi 99-dur. Bunun neçə sadə böləni var? 99-u sadə qruplara ayırsaq, 3, 3, 11 ola bilir və 99-un sadə bölənlərinin ancaq 3 və 11 olduğunu görə bilirik. Yəni 3 və 11, yəni ki 2 dənə sadə böləni var. Cavab B variantı. Növbəti sualda ifadəni sadələşdirmək lazımdır. T çıxıcı T plus 3-ə vuranda müxtəsər matrisindən T kvadrat çıx 9 alınır və T kvadrat toplu 9-u da görürük. Buradan da yenə müxtəsər matrisi T kvadratın kvadratı T üstü 4 çıxsın 9-un kvadratı 81, yəni cavab C variantı edir. X və Y müsbət ədədlər olarsa ifadələrdən hansının qiyməti ən böyükdür? 2 dənə müsbət ədəd verilsə, o müsbət ədədlərin cəmi ən böyük olmalıdır. Məsələn, ən kiçik qiymət soruşsaydı, mənfi X, yəni o müsbət ədədləri mümkün qədər mənfiləşdirəcəkdim ki, ədəd oxunda ən soldakı ədəd alım. İfadənin hansının qiyməti ən böyükdür deyirsə, mümkün qədər bundan qarşısında mənfi olmalı və müsbət olmalı ki, ədəd oxunda mümkün qədər sağ tərəfə getsinlər. Ona görə təbii ki, cavab X plus Y olacaq. Növbəti sualda Eylervin dairələrini mütləq çəkməliyik. Eylervin dairələrini mütləq çəkirik və nə görürük? A çıx B 12-dir. Yəni, bura A, bura B olsa, A çıx B, tak yazdıq 12. MB 8-dir. Yəni, B çoxluğu. Yəni, bax, bu ştrixləyir. Olur 8. A və B çoxluğunun birləşməsi elementlərin sayını tapaq. Elə buradan görmüş oluruq ki, bax, bu rənglədiyimiz yer 8-dirsə, belə bir rənglədiyimiz yer 12-dirsə, ümumi də çoxluq rənglənmiş olursa bizim bu rənglərlə, o zaman nə olmuş olur? 12 ilə 8-in cəmi olmuş olur. Cavab 20. Düstur olaraq da saxlaya bilərik ki, NA çıxılsın B ilə MB-ni toplamaq və ya NA ilə NB çıx A-nı toplamaq bizə, bunlar bir-birinə bərabər olurlar, bu 1. Və bunlar bizə eyni bir cavabı NA birləşmə B-ni verirlər. Yəni, cavab 20. Keçək növbəti suala. Çox ədədin vuruqlara ayıraq. X üstü N-i ortaq çıxardanda X kvadrat çıx 1 qalır. X kvadrat çıx 1 də X çıx 1, X topla 1 kimi vuruqlara ayrılsa, cavab B variantı olacaq. Bu ifadəni bir açaq. Görək nə olur? A kvadrat çıx
AB olur. A kvadrat çıx AB. A-nı mötərizəyə vuranda. Sonra mənfi B-ni mötərizəyə vuranda çıx AB, çıx B kvadrat. Yəni mənfi B-ni də mötərizəyə vururuq. Çıx B, çıx B kvadratı olmuş olur. A kvadrat çıx 2AB, çıx B kvadrat olmuş olur. İfadəsinə hansı həddə əlavə etmək lazımdır ki, 2 həddinin kvadratı alınsın? Və biz bilirik ki, normalda A kvadrat, yəni nəyinsə kvadratı, muxtəsər usul olaraq nəyinsə kvadratı, bunu biraz solda yazaq, aşağıda. Buralarda bir yerdə yazaq. Nəyinsə kvadratı A kvadrat, bir dəqiqə əlavəzimi izah edəcəm. A kvadrat çıxılsın 2AB toplansın B kvadrat kimi olmalıdır. Amma burada çıx B kvadratdır. Məntiqlə düşünəndə çıx B kvadratını topla B kvadrat eləmək üçün 2AB 2B kvadrat əlavə eləmək lazımdır üstünə. Ya da düşünək ki, biz bu soldakı ifadənin üstünə nə əlavə edək ki, həqiqətən də A çıx B-nin mötərizə kvadratı olan bu ifadə alınsın. O zaman buranı bir tənlik kimi, eynilik kimi düşünsək, A kvadratlarını silsək, mənfi 2AB-ləri silsək, A-nı solda tək saxlayıb B kvadratını sağa aparsaq, sağda B kvadrat, soldakı B kvadratı sağa gəlib topla B kvadrat olsa, 2B kvadrat olacaq. Yəni ki, bu ifadəyə 2B kvadrat əlavə edəndə A çıx B-nin mötərizə kvadratı alına bilər. Növbəti sualda bir dənə düzgün 5 bucaqlı çəkirik. Bir dənə düzgün 5 bucaqlı. Bir təpəsindən ki, düzgün 5 bucağın zaten bir təpəsindən 2 dənə bucaq çıxır. 2 bucaq, yəni 2 diaqonal arasında bucaq çıxır dedim, diaqonal. 2 diaqonal arasındakı bucaq neçə dərəcədir, onu tapmalıyıq. İndi biz bilirik ki, bu 5 bucaqlının xaricinə çevrə çəkilə bilsə, ki, bunu başqa yolla tapa bilərik, amma bir çevrə ilə də bir yolu var. Çevrə çəkilə bilsə 5 dənə bərabər vətər, 5 dənə bərabər bucaq alınacaq. 360 dərəcəni 5-ə bölsək 72 dərəcə edəcək. Yəni buna uyğun gələn qövs 72 dərəcədirsə, daxildəki bucaq təbii ki 36 dərəcə olacaq. Bu bir üsul. Belə. Əgər çevirə bilmirik yaxud desəz, onda başqa bir üsulla da eləyə bilərik. Düzgün 5 bucaqlının bir xarici bucağı 360 böl 5, bir xarici bucağı 72 dərəcə eləyir. Onda 72 dərəcəyə uyğun bir daxili bucaq da 108 dərəcə olmalıdır. Onda bir daxili bucağı 108 dərəcə yazsaq, 108 dərəcə yazsaq. Onda bunlar bir-birinə bərabərdir deyə, onda kənarlara 36 qalacaq. Bucağın daxili bucaqlarına görə kənarlara 36 qalacaq. Onda bu rənglənmiş hissə, bu bucaq əgər 108 dərəcə olmalıdırsa, 36, 72, bir dənə də 36 dərəcə bu aradakı bucağa qalacaqdır. Yəni cavab 36 dərəcə. Ağacın hündürlüyü il ərzində 30% artaraq 65 metr olmuşdur. İlin əvvəlində ağacın hündürlüyü neçə metr idi? Demək, ağacın hündürlüyü x metr idi. Sonra 30% artdı. Yəni %130-a vuruldu və nəticədə 65 metr oldu. Sıfırları sil, 13-dən 65-ə apar 5 qalsın, x bərabər 50 metr olacaq. Demək, ağacın uzunluğu əvvəllər 50 metr imiş. Düzbucaqlı üç bucağın iti bucaqlarından biri 30-dur. Hop, bir dənə düzbucaqlı bucaq çəkirik. Pis oldu, bir də çəkirik. Bir dənə düzbucaqlı bucaq çəkirik. Bu da çox məsələyə uyğun olmadı. Belə bir düzbucaqlı bucaq çəkdik. Bucaqlarından biri 30 dərəcə. Demək, digəri də nə olacaq? 60 dərəcə. Ona bitişik katet, yəni 30 dərəcə bitişik katet 4 kökdə 3-dür. Hipotenuza çəkilmiş median uzunluğunu tapaq. 30 dərəcəyə bitişən bucaq 4 kökdə 3. Yəni 60 dərəcənin qarşısındakı bucaq 4 kökdə 3-dürsə, 60 dərəcəyə bitişən bucaq 4 olmalıdır. 30 dərəcənin qarşısında 4 olanda hipotenuz bunun 2 qatı 8 olmalıdır. Və düzbucaqlı 3 bucaqda hipotenuza çəkilmiş medianın uzunluğu hipotenuzun yarısına bərabərdir deyə bir qayda biliriksə, 8-in yarısı 4 olmalıdır. Neçə santimetrdir? 4 santimetr olacaqdır. Cavab 4. Parçada neçə dənə natural ədəd var? Deməli, axırıncıdan əvvəlincinin çıxmaq qaydasını az öncə dediksə, baxaq, bəli, bax, 50-yə bölünən neçə 3 rəqəmli ədəd var sualında, axırıncı çıx əvvəlinci toplansın bir üsulunu istifadə etmişdik. Ona görə də bu sualda da, 75-ci sualda da, axırıncı, yəni 456, düstur necədir? Axırıncı çıx əvvəlinci topla 1. Axırıncı ədəd və bu aralıqdakı ilk ədəd 123, 456 çıx 23,
topla 1 düsturundan istifadə etməliyik. 456 çıx 23 topla 1 bərabər 334 olacaq. Keçək növbəti suala. Uyğun tərəfləri perpendikulyar olan bucaqlardan biri digərinə 3 dəfə böyükdür. Yəni biri x, biri 3x-dir. Bunlar bir-birinə bərabər deyilsə cəmi 180-dir. Ki, uyğun tərəfləri perpendikulyar olan bucaqlar ya bir-birinə bərabər, ya cəmi 180 olurdu. Cəmi 180 dərəcə olarsa, x bərabər olur 45 dərəcə. 3x isə bərabər olur 135 dərəcə. Bu bucaqların fərqinin modulu. Yəni 135-dən hop çıx 45-i bərabər 90 eləsin. Cavab 90. 77-ci sualda 60 ədədi 2 yerə bölünür 5-7 nisbətində. Demək 5x toplansın 7x bərabərdir 60, 12x bərabərdir 60-a, x bərabərdir 5-ə tapdıq. Bu ədədlər yəni 5 vur 5, 7 vur 5 olmalıdır. 25-dən 35. Bu ədədlərin böyüyünün, yəni 7x-in 6 mislini tap. Yəni 35-i vur 6-ya. Cavab 210 eləsin. 42-ni 5-ə vursaq, o da 210. Cavab 210. Keçirik növbəti suala, tapışıq sualı. Deyir ki, Adil bir işi təklikdə 6 günə yerinə yetirə bilir. Adil 6 günə. Sami ilə birisi 4 günə. Demək, Adil var. Samir var. Adil bu işi 6 günə yerinə yetirir. Amma Samirlə birlikdə 4 günə yerinə yetirir. Samir bəs bu iş təklikdə neçə günə yerinə yetirir? Adil bir gün tək işləsə, işin x-də 1 hissəsini yerinə yetirmiş olur. Samir altda birini. Adil bir gün tək işləyəndə altda birini yerinə yetirmiş olur. Samir bir gün tək işləyəndə işin x-də birini yerinə yetirmiş olur. Və bunlar cəmi işin 4də 1 hissəsini yerinə yetirmiş ola bilirlər. Yəni altda 1 topla x-də 1 bərabər 4də 1 alınır və buradan x tapmaq lazım olur. 1 bölü x bərabərdir 4də 1-dən altda 1-in çıxılması. O zaman 1 bölü x nəyə bərabərdir? 12-də 4-ü 3 edirik, 6-nın üstündə 2 edirik. Yəni x-də 1 12-də 1-ə bərabərdir. Yəni cavab uşaqlar 12-dir. Samir 12 günə bu işi yerinə yetirə bilir. Deməli, A və B ədədləri ardıcıl 3-ə bölünən ədədlərdir. Ardıcıl 3-ə bölünən. Bu nə deməkdir? Ardıcıl 3-ə bölünən deyəndə, yəni 3 6 və yaxud 6 9 və yaxud 9 12, yəni ardıcıl 2 ədəd natural ədəd və hər biri də 3-ə bölünsün. İndi o zaman məsələn 2 dənə 3-ə bölünən ardıcıl ədəd deyirəm. Məsələn 21 ilə 24. Bu ədədlərin birinin üzərinə 3 əlavə edəndə digəri alınırmı? Alınır. İndi bu A və B ədədlərindən bilmirik ki, bu mu ilk gəlir, yoxsa 4n plus 10 mu ilk gəlir? Ona görə hər iki halı yoxlamaq lazımdır. Birinci halda 5n üstəgəl 2-nin üzərinə 3 əlavə edib, deyəcək ki, cavab alınsın 4n üstəgəl 10. İkinci variantda isə 4n üstəgəl 10-un üzərinə 3 əlavə edib, deyəcək ki, alınsın 5n üstəgəlinsin 2. Üzərinə də 3 əlavə edəndə. Yəni, uzun sözün qısası, bir dəfə A-nın üzərinə 3 əlavə edib B-ni alırıq, bir dəfə B-nin üzərinə 3 əlavə edib A-nı alırıq. Soldakı tənlikdən n bərabər 5 alınır. Sağdakı tənlikdən isə n bərabər 11 alınır. Demək, n 5 və ya 11 ola bilər. N ola biləcək qiymətlərin cəmi də 16 olacaq. Cavab 16. Düzgün çoxbucaqlının diaqonallarının sayı düsturu bilirik ki, n vurulsun n çıx 3 bölünsün 2-dir. Düzgün çoxbucaqlının sayı deyir ki, düzgün çoxbucaqlının diaqonal sayı tərəflərin sayından 2 dəfə azdır. Yəni, bərabər tərəflərin sayının 2-yə bölünmüşünə. O zaman nə olur? 2-lər ixtisar gedir. N-lər də ixtisar gedir. N çıx 3 bərabər 1 alınır. N bərabər 4. Yəni, düzgün çoxbucaqlı diaqonal sayı tərəflərin sayı 2 dəfə azdırsa, bu düzgün çoxbucaqlı 4 bucaqlıdır. Yəni, kvadratdır əslində. Çoxbucaqlının perimetri 48 isə tərəflə təbii ki, 48 bölü 4, bir tərəfin uzunluğu 48 bölü 4 bərabər 12 olacaq. Yəni, kvadratdır və kvadratın tərəfi 12-dir. Cavab, bu sualın da cavabı 12. Bayaq da 12 olmuşdu hansısa sual. Cavab 12. Keçək o bir suala və sonuncu sualımızdır bu. 2 natural ədədin hasili 735-dir.
Yəni AB bərabər 735. Ortaq olmayan sad yoxdan hasili, yəni C bərabər 15-dirsə və bizdən əbob soruşulursa, biz də bilirik ki, əbobun düsturu əbob AB bərabərdir kök altında AB böl C. Ona görə də bərabər olacaq kök altında 735 bölünsün 15. Bu da bərabərdir kök altında 49, o da bərabərdir 7. Cavab 7. Bununla da 9-cu sinif izahları bitmiş oldu. Ümid edirəm ki, faydalı olmuşdur. Sağ olun.